Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ailə institutunun möhkəmləndirilməsi, gənclərdə sağlam ailə dəyərlərinin formalaşdırılması istiqamətində ardıcıl işlər görülür. Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Fuad Adıgözülov qeyd edib ki, təşkilat ailələrin inkişafı və sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir və bu sayədə komitə ilə səmərəli əməkdaşlıq edilir. Çempion ailələr layihəsi də bu əməkdaşlığın uğurlu nümunələrindən biridir. Bildirilib ki, layihə çərçivəsində Bakı, Şirvan və Yevlax şəhərləri ilə yanaşı Qusar, Samux, Gədəbəy, Yardımlı, Beyləqan və Zəngilan rayonlarında yarışlar uğurla təşkil olunub. Fuad Adıgözülov Naxçıvanda keçirilən yekun yarışın hər bir iştirakçı üçün unudulmaz olacağına inandığını bildirərək bütün ailələrə uğurlar arzulayıb. Yarışda Muxtar Respublikanın rayonlarından seçilmiş 10 fəal ailə iştirak edib. İştirakçı ailələr müxtəlif mövzular üzrə təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın keçirilməsində məqsəd ailə dəyərlərinin təbliği, milli mənəvi ənənələrin möhkəmləndirilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, həmçinin ailə üzvləri arasında əməkdaşlığın və sosial aktivliyin artırılmasıdır. Nəticələrə əsasən birinci yerə Şərur rayonundan olan Əlizadələr, ikinci yerə Naxçıvan şəhərindən olan Quliyevlər, üçüncü yerə isə Babək rayonundan olan Rüstəmovlar ailəsi layiq görülüb. Sonda qalib ailələrə və digər iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim edilib. İl ərzində Bakı, Şirvan, Yevlax şəhərlərində, eləcə də rayonlardan Samux, Gədəbəy, Yardımlı, Beyləqan və Zəngilan rayonlarında uğurla təşkil olunan intellektual yarışlara paytaxt və regionlarda onlarla ailə qatılıb. Onu da qeyd etmək istəyərdik ki, bugün Naxçıvan şəhərində bir araya gəldiyimiz yekun yarışın bütün iştirakçıları üçün xoş xatirələr və yadda qalan bir anlar arzulayırıq. Yarış çox gözəl təşkil olunmuşdu. Həqiqətən Azərbaycanın milli dəyərlərindən suallar var idi. Son illərdə qazandığımız böyük nailiyyətlərdən suallar var idi. Çox xoş təsir bağışladı. Tərlan İbrahimova, Sura Bəşirova, Samir Mehdiyev, NTV Xəbər.